Minik avtomobilinin yük maşınına çırpılması ölümlə nəticələnib. Ağır qəza Bakı-Quba yolunda baş verib. Dəhşətli yol qəzası Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Qeyd edim ki, hadisə zamanı bir nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Minik avtomobilində olan sərnişin 39 yaşlı Ruslan Rızayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər 2 nəfər 37 yaşlı Samiq Abdullayev və 24 yaşlı Ramazan Həsənovsa müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər. Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər kişi cinsi şəxs 20.05.2025-ci tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilir. Hazırda müalicələr davam etdirilir. Vəziyyətləri orta ağırdır. Gəncədə baş verən qəzada isə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 2 minik avtomobilinin yol ayrıcında toqquşması nəticəsində 40 yaşlı Jalə Nəbiyeva dünyasını dəyişib. Goranboy sakinləri Vüsal Bayramov, Amil Rüstəmov və Xoşqədəm Rüstəmova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdır. Gəncədə baş verən digər qəzada isə piyada dünyasını dəyişib. Avtomobil yolunu keçmək istəyən piyadanı Kəlbəcərin Yaşmaq kənd sakini 64 yaşlı İsmail Mirzəyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bütün faktlarla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Rasim Əziz, Kənan Qafar, Xəzər xəbər.